Bismillahirrahmanirrahim. Bağışlayan ve mehriban olan Allah'ın adıyla. Allah'ın izniyle inşallah ki bugün sıxıntılar barəsində danışacağıq. Diqqət eləsək, Qur'an-ı Kərim və hədislər bizə bunu xatırladır ki, həyatın təbiətində çətinlik var. Ona görə Allah Müteal insan barəsində danışarkən Qur'an-ı Kərimdə buyurur ki, لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي كَبَدٍ. Biz insanı çətinlik içərisində, yəni məşəqqətlə xəlq etdik. Bu məşəqqətlə xəlq olunmağın bir mənası odur ki, insan yaşadığı müddət boyunca, ömür boyunca, həyat boyunca bir çox çətinliklərlə qarşılaşır. Bu çətinliklərin olması təbiidir. Çünki Qur'an-ı Kərim başqa bir ayədə buyurur ki, Ya əyyuhəl insan, innəkə kədihun ilə rabbikə kədhən fəmulaqik. Ey insan, sən çətinlik içərisində çabalaya-çabalaya, Rəbbinə doğru yol getməkdəsən, sən ona mütləq şəkildə qovuşacaqsan. Yəni, çətinliklər təbiidir həyatımızda. Təbii olmayan bizim həmin çətinliklərə münasibətimizdir. Çünki sıxıntılar, çətinliklər eynən xoş günlərimiz kimi, xoş anlarımız kimi müvəqqətidir. Olur və ötür. Heç bir hal qalıcı deyil. Qur'an-ı Kərim buyururdu ki, لَتَرْكَبُنَّا تَبَقًا أَنْ تَبَقٍ. Haldan hala düşəcəksiniz. Əgər həyatımıza diqqət etsək, bir gün xoş əhvalda oluruq, bir gün əhvalımız pis olur, bir gün işlərimiz qaydasında gedir, bir gün işlərimiz qaydasında getmir. Elə də ola bilir ki, anidən bütün işlərin halı dəyişə bilir, başqa bir hadisə gözlədiyimiz halda başqa bir hadisə baş verə bilir. Amma bilməliyik ki, bütün bunlar hər biri Allah Mütealın nəzərindən əsla və əsla qıraqda deyil. Bütün işlər Allaha tabidir. Bu, bizim üçün ona görə vacibdir ki, bu halı bilmək. Bunu bildiyimiz zaman, bütün işlərin Allah Müteala tabi olduğunu bildiyimiz zaman, artıq biz bir o qədər də əndişə halında olmalı deyilik. Bilməliyik ki, əgər mən özümü Allaha həvalə etmişəmsə, bunun da şərti budur ki, əgər Allaha sığınmışamsa, Allahı yad edirəmsə, etiqadım bundan ibarətdir ki, mən Allaha sığınıram. Onda bu sıxıntılar əslində zahirən sıxıntı halında görünsə də, işin batininə diqqət etdikdə görə bilirik ki, bu sıxıntı özü bizi inkişaf elətdirmək üçün çox gözəl bir vasitədir. Əlbəttə, Qur'an-ı Kərimin bizə təqdim etdiyi düstura görə bəzən də ola bilir ki, biz bir çox şeyləri xeyir hesab edirik, onlar bizim ziyanımıza olur. Bəzi şeyləri də ziyanlı hesab etdiyimiz halda onlar da bizim xeyrimizə olur. Məsələ də bundan ibarətdir ki, əgər mənim etiqadım sağlamdırsa, özümü hər bir şeyin yaradıcısı və mütləq qüdrət sahibi olan Allaha həvalə etmişəmsə, baş verən bütün şeylər mənim xeyrimədir. Yəni, sıxıntı kimi görünsə də çətinlik, o da mənim xeyrimədir. Bu, bir mənada məni həyata daha da hazırlaşdırmış olur. Digər mənada da bu sıxıntıdan sonra bir mükafat var axı. Allah Mütealın da mükafatı mükafatların ən üstünüdür. Əlbəttə, bəndənin burada ehtiyaclı olduğu nemətlərdən biri də səbr neməti. Haqqında danışmalıyıq ki, bəndənin səbr nemətinə ehtiyacı var. Həzrət Peyğəmbər buyururdu ki, Əs-səbru rəsul iman. Səbr imanın əsasıdır, imanın başını təşkil edir. Yəni, bir digər hədisdə də Əmir-ül-Muminin, müttəqilərin imamı Həzrət Əleyhisselam buyururdu ki, səbrin imana nisbəti bədənin başa olan nisbəti kimidir. Necə ki, başsız bədən düşünülə bilməz, səbirsiz də iman düşünülə bilməz. Çətinliklər də bizə üz verdiyi zaman biz o çətinliklərə olan nisbətdə münasibətimiz belə olmalıdır ki, səbirli olmalıyıq. Mütləq bilməliyik ki, həmin sıxıntı, çətinlik keçəcək, davamlı olmayacaq. Çünki həyat ondan ibarətdir ki, bütün hallar bir-birini əvəz edir. Bir mənada da əgər qəlbimizin rahatlığını istəyiriksə, bilməliyik ki, bu dünyada mütləq şəkildə əmin-amanlıq yoxdur. Mütləq şəkildə rahatlıq və xoşbəxtlik yoxdur. Bunu gözləməyə dəyməz. Bütün xoşbəxtliklər müvəqqətidir. Hətta Hz. Davud əleyhissalama Allah Müteal bir qüdsi hədisdə buyururdu ki, ey Davud, bəndələr iki şeyi axtarırlar ki, onlar bu dünyada onu tapmayacaq. Biri əmin-amanlıqdır, biri də rahatlıqdır. Yəni, mütləq mənada bu dünyada rahat olmaq, əmin-amanlığa nail olmaq, xoşbəxt olmaq mümkün deyil. Bu dünyanın təbiətində yoxdur. Çünki bu dünya dəyişkəndir.
Bu axirətə xas bir cəhətdir. Ona görə Quran danışanda bu dünya barəsində buyurur ki, İnnəmə hazihil hayatul dunya meta. Bu dünya bəhrələnmək üçün bir yerdir. Və innəl axirətə hiyə darul qarar. Həqiqətən də o axirət ki var, o qərar evidir. Yəni sabitlik evidir. Amma bura dəyişkəndir. Bütün hallar bir-birini əvəz edir. Ona görə bilməliyik ki, biz Allaha sığındığımız halda bu sıxıntılar onsuz da bir gün baş verir, bir gündə keçəcək. Amma Allaha sığındığımız halda həmin sıxıntılar baş verdiyi zamanda belə biz öz mənəvi müvazinətimizi qoruya biləcəyik. Əks halda qoruya bilmərik. Hətta Hz. Əli əleyhissalamdan soruşdular ki, Rəbbini necə tanıdın? O da buyurdu ki, qərarların ləğv edilməsi və məqsədlərin əngəllənməsi ilə. Yəni, mən bir qərar verdim, gördüm ki, ilahi təqdir bunun əksinə oldu. Və yaxud mən bir məqsəd qoydum öz qarşıma, gördüm ki, anidən bir səbəblə mənim məqsədim əngəllənmiş oldu. Sonra da dedi ki, artıq anladım ki, tədbir tökən mən deyiləm. Ona görə biz özümüzü Allaha həvalə edək. Bilək ki, bu sıxıntılardır, bu çətinliklərdir, bunlar hər biri ötəridir və Quran deyir ki, Ələ bi zikrillah tətməinnul qulub. Qəlblər də Allahı zikr etməklə rahatlıq tapar. Həqiqi xoşbəxtlik axirətə xas bir xüsusiyyətdir, amma bu dünyada qəlbimizin rahat olmasını az da olsa nail olmaq istəyiriksə, gərək ilahi Rəbbani kimliyimizi inkişaf elətdirmiş olaq və Allah mütəala sığınmış olaq.